Yine yanımda günler var ve üniversitetin son haftası. Ona göre üniversitetin son haftasını vloglayıram. Ama böyle bir şey de var ki, bir de biz üniversitede gəlirik ama bu kurs da olmayacak. Üniversite de son semestr. Orada olacaq. Sen bilmezsən onu. Orada olacaq. Oralarda bir yerlerde olacak ama bu korpusta olmayacak da dostlar. Ama diplomumuzu götürmeye geleceğiz. İstəyir kəsimiz adımız var da gəlirik. İraq olsun, Allah yoxdur. Cinayet prosesi alır. O qədər olxan ki, cinayətdən. Bir dənə cinayətdən imtihan versək. Neyse dostlar, böyle. Bugün böyle vloglayacağım. Bir tane dersimiz var. Bir tane dersimiz var. Sonra sabah dersimiz yoktu da. Sabah saçımı kestirmeye geleceğim. Dördüncü gün yine dersimiz var. Sonra dərsimiz yoxdur. Beşinci gün bilmem. Bilmem, olabilir olmayabilir. Neyse bugün kursa gittim, geldim. Kursum vardı bugün. Saçım da çok pis gündeydi çünkü düzleştirmemişim. Antropolojisi gəlmişim. Artık böyle yani. Neyse, çekeceğim. Uşaqlar, Uşaqları utandıram, bunlar kutu açılımı eyləyir. Biz de vlog çəkirik. Bəyən. Oba, yeni O bacımındır mesela. Bu bacımındır. Hamısını asmayacağım uşaqlar. Utanıram çünkü. İtalya, sağ ol. Özde pink renkler. Neyse bunlar götürüm. Bunlar mənim getdi. Mənə yaşadı bir. Bizim padokda bir yavru olduq, bir də bu qalmışdı. 4 ildə eləmədim, bir də bu qalmışdı. Bunu da elədim. Ediyorum. Dostlar, üniversitesimiz köçür. Köçürük. Ona göre hal-hazırda buralar doludur. Gözüm çəkilməm. Buralar hal-hazırda. Neyse. Vlogun ikinci günündən salam. Bugün bacımdan saçımızı kestirmeye gedirik. Bilmem, ilk vlogumda da burada çəkirdim. Nərman oradaydı ama o vaxt Fidan vardı yanımda. Şimdi bacım var. Hello. Neyse gedirik saçımızı kestirmeye. Göre yani nəticə necə olacaq? Allah qayıtma. Ben bir ildən çox saçımı kestirmirəm. Bu mənim üçün bir rekordur yəni. Görək ne edirik. Şimdi göre nəticə necə olacaq. Saçım hal-hazırda çok pis gündədir. Çünkü düzgün düzləşdirə bilməmişəm. Arkadakı Mahmuda. Bunun saçını bunun saçını mən yeni il hədiyyəsi eləyirəm. Saçımı sadece çolka kestirdim ve uzundan biraz kestirdim. Yani çok değişim artık eləmirəm. Yani əvvəlki Şəbnəm olsa gelip buradan saçını eləyərdi. Ve Güneş xanım yine öz saçından memnun olmadı. Ve orada bunu mimikalarla o kadar... Yox, burada pis düşür. Videoda pis düşdü. Bir anda pis baxdım. Onu mən özüm evdə qəşəng düzəldəcəm, onu da yapayım. Ve orada mimikalardan o kadar bunu belli elədi ki... Neyse, benim saçım böyle oldu. Zaten ben çok şey istemiyorum. Saçımı kestirmezdim bu arada. Bacım da zorla getirdi saçımı kestirmeye. Ona göre benim için çok da bir... Yapmasaydım, bilmeseydim. Ha, bir de Bilmeseydim. çolkamı kestirdim. Şimdi böyle en ucundan. Her defa bacımla dışarı çıkanda sonumuz yemek olur diye. Yemek gelmiş. Sonra eve gelip ders okuyacağım. Çünkü sabah kallop sunum var. Tipim çok pis olduğu için bu efektle çəkirəm videonu. Hal-hazırda ders oxuyuram. Saat 7'ye qalır. Mən də 6 yarısı oyanmışam. Cinayət prosessual oxuyuram. Yenə hər zaman olduğu kimi. Bugün kallopumda son dərsdir. Artıq
yəni bitsin bu universitet deyirəm, amma bitməsini istəmirəm. Dərslər bitsin, amma biz universitetə gedək. Neysə, çox yuxum gəlir. Dəhşət yuxum gəlir. Hələ kursum da var bugün. Onu eləməmişəm, birazdan onu da eləyəcəm. Hal-hazırda təkrar edirəm bir mövzunu. Sonra ingilis dilimi yazacağım. Sonra yenə təkrara davam eləyəcəm. Çox yuxum gəlir və yatmaq o qədər istəyirəm ki. Kursa gecikmişəm. Çünki yatıp qalmışam. Dərs oxuyandan sonra yattım. Yatıp qaldım. Burada avtobus xarab oldu. Uyandığımda dodağımda böyle bir şey var idi. Neyse bugün çok ters bir zaman elə bir. Neyse. Tekrar kursa sağ olun. Üniversitede olmuşammış. Demək uşaqlar, bugün sizə danışa bilmədim. Yatıp qalmışdım. Evi yandırmış. Yox, çay qoymuşdum üstə. Dedim ki 10 dəqiqə bu çay qaynayana qədər mən yataram. Budilnik nə ara söndürmüşəm? Budilnik Azərbaycan dilində. Zəngli saat. Zəngli saatı nə vaxt söndürmüşəm? Bilmirəm. Bir də oyandım. Telefonda nə yaxşı açdım oyanıb. Baxdım ki saat mənim evdən çıxmağıma 15 dəqiqə falan var. Çay içmədim. Sonra Bu söndürsə sən söyləyəcəm. Hə. Kəsərəm. Danışım mən sonra. Sonra mən avtobusa mindim. Zaten evdən 10 dəqiqə falan geç çıxdım. Gecikəcəm də yəni. Avtobus yolda xarab oldu. Və biz düşdük avtobusdan. Mənim də qəpiklərim sumkamın tacibində deyə mən kartlı avtobusa minməliyəm məcbur. 2 dənə avtobus gəldi. Mən onlar qəpikli avtobusu deyə nağd pullu avtobusu deyə minmədim. Sonra o biri avtobusumuz gəldi 525. Amma bir şey deyəcəm. Başladılar şoförü söyməyə. Şoför neynəsin? O da hamı sən işə gedirsən, o da evinə çörək pulu qazanır da, yəni. Şoförə bir dənə qadın deyir ki, sənin evdəki böyüyün ölsün, nə bilim. O qədər pis oldum ki, ona. Şoför də zəng gəldi ki, məsələ dedi ki, mən yolda qalmışam, məni söyürlər. O qədər pis oldum şoförə. Yəni şoför neynəsin? O da iş, ona Yəni faktiki görürsən də. Mən bəzən şoförlər də əsəbləşirəm. Avtobus üstümüzə sürür. Əcəmdə şey eləyənlər, minənlər bilir. Üstümüzə sürür avtobusu. Amma ona verilən işi görür və o pul qazanır. Evinə çörək pulu aparmaq üçün sizin söyüşlərinizdə gözləyir. Yəni heç nə demir, heç nə cavab vermirlər ki, şoförü söyəndə. Yəni şəxsən mənə söysələr, mən deyirəm ki, sən elə evdəki. Bir dəfə olmuşdu. Deməli 125-ə minmişdik. Avtobusdan gedirdik Bayal tərəfə Aytənlə. Deməli avtobusda sürücü burdadır. Kartlı avtobusda. Qapıda bir dənə kişi dayanıb. Orada tıxaz idi. Axşam saat 6 idi. Bayrama görə idi. Tıxaz var idi. Bəs kişi qayıtdı, dedi ki, şoför dəli deyil, sürə bilmir. Sən demə, qapıda dayanın yanında, burada oturacaqda oturan sürücünün arvadıymış. Sürücünün arvadıymış. Qayıtdı, sən kimsən mənim? Sən o kişiyə deyirsən, o kişi bəs bu qədər stres çəkir falan filan. Qayıtdı, dedi ki, o mənim yoldaşımdır. Bizə qorucu əlini. Belə dedim, hava olsun. Ya bizim şoförlər məsələn çox qəşəng sürür. Bəziləri var ki, qəşəng sürmürlər, amma neçə dəfə o qəza atlatıblar. Yəni kimsə gəlib ona dəymək istəyib, çox qəşəng, yəni necə deyim, A few moments later. nə deyirlər ona? 2000 years later. Önləm almaq. Onların nəyi var? 1 million zillion jillion dillion cotillion times later. Background professionaldılar da yəni, professionallaşıblar bunda. Və mən şey deyirəm, bir dənə şoför dayı var, ən çox onu çox istəyirəm. Ona təzə avtobus verməmişdilər deyə pis olmuşdu, təzə avtobus veriblər ona. O təzə avtobus sürür, çox sevmişdim onu. Neysə da, şoför söylədilər, çox pis oldu. Və xala dayanmırdı. Yəni, mənim kalıqlığım var, neysə mən də söyləyəcəm bu gün. İnşallah dərs soruşmaz məndən, yəni kalıqlığım soruşmaz da mən yüksək bir qiymət yazar mənim. Ay hop da yəni. Bu gün sekret santa eləyəcəyik. İnşallah. Onu da Hədiyyələri verəcək. Bugün qrupca bir yerə keçək, onu da vloqa verəcək. Bu vloqum qəşəng olacaq deyə düşünürəm. Hədiyyələri qəşəng çəkəcəm. İnşallah. O biri vloqumu hələ yayınlamamışam bu arada. Bundan əvvəldən vloq çəkmişəm, keçən ay falan. Bəlkə də 2 ay olmuş ola bilər. Onu paylaşmışam, paylaşdım. Çox təşəkkür edirəm. Olmamış. Onu paylaşacağım. Bu arada saçım necə oldu? Gözəl. Bilim gözəl. Nuray diye Süreyya Hanım. Geçen değişim. Bir kadını nasıl değiştiriyor? Bak şu haline bak bak. Bak bak.
Bu da cüzdandan biraz söylemişim ve her sen konuşum. Böyle. Sağ ol. Hansı halka başbakanın müavinələrə şikayət edir, protest edir. Olanıma salam verin. 9 aldım. 8 almayıbmışam, 9 aldım. Onların kişilərin üzrə icraat salınır. Qanun nümayəndələrinin iştirak edəcəyi yoxsa Bir-iki nəfər olmadığıma görə hələ ki hədiyyələri verə bilmirik. Sonra hədiyyələri verəcəyik. Sonra mən rəqabət hüququndan kolloqun qiymətini öyrənəcəm. Heç nə. Günlar mənə çətin sual verdi. Günlar mənə çətin sual verdi deyə mən ona cavab verə bilmədim. Səhv sual verdin sən mənə. Sağ verin, sağ verin. Şoka çünki elə bir şey yox idi. Yo, əslində sən dedin ki, mən bilirəm. Yadımdan çıxdı. Yo, mən şeyi yadıma düşdü. Yo, eləməsən yazmayacağım. Özünü də şərh yazdım. Bilirsən mən nə deyəcəydim əslində? Şərtlər yox. Evdə bir şey vardı, onu deyəcəydim. Onu deyərdin. Mən onu vermək Yox, onu demirdim. Yo, deyil mənim demək istədiyim. Sən də gedirsən, sənə də çəkirsən. İnşallah ki qəşəng düşmüşəm. İkimiz də vlog çəkirik, amma mən gizli çəkirəm. O gizli çəkir. Belə. Çəkirsən. Yavaş atma. Hətta son sanırsan. Dünya gözəlidir, ay Allah, ay Allah. Ay maşallah. Bundan pismişəm deyə mən kəndimi anladım. Üstündəki şərfini almışam uşaqlar. Bu gün bunlara qəşəng görünmək üçün bunu geyindim. Amma günlər mən cəzalandım. Neyse. Yox, əsas orada 9 aldım. Deməli, artıq bu universitetə gəlməyəcəm. Nə diplom alanda gələcəm. Üzücü bir şey. Müəllim olsaq gələcək də. İşte illər sonra. Bəlkə buranın magistrına qəbul olunur. Gələcək uşaq müəllim olaq. Çalışmıram ya. Müəllim olaq burada. Kafedra müdürü oldum. Gözü yüksəklərdə də, hə? Kafedra müdürü oldum. Çünki olursan da Şəbnəm. Sonra videoya baxırıq deyirik ki, Şəbnəm vaxt demişdi. Mən də uşaqlara aşağı qiymət verəcəm. Hə. Məsələn, son günüdən. İçim biraz hər qəbul olana bilmirəm son gün oldu. Məncə bu bir müddət sonra bizə danışmayacaq. Heç kəs qrupa yazdığımı duyulsa məsələ yanıt vermədi. Elə pis Tamam, olmuş. bəyəndim mən onu. Çünki olan görmürdüm, başqa bir tema yazmışdım qrupa. Ya mən səninki bəyəndim. Əsəbləşdim. Çünki sən də bax, dünə yazmışam. Olsun da söyləyim. Amma hətta sən cavab lesindən verməmişsən. Kaç yılın verdin də? Ayda yazmasam pis olur. Yazmasam nə olur? Ömür boyu bulmuşum. Eyb yox, əsl qiymətdən aşağı olmadı. Eyb yoxdur. Nə qədəsin deyə bilərsən. Qiymətə görə dava edən insanlar Nə qədəsin da qrupu bir şey yapmışım. Böyük hərflərlə kimlərlə bu sualı nə verir. qədəsin deyə bilərsən. Qiymətin aşağı olmadı deyə sevinirəm mən. Əsl olum. İmtahandan mən gərək 46 alım. Alasın. Başına görürəm. Məncə 48 alasın imtahan. Elə istərdim. Vloga düşəsiz sizə. Qız kəsərsiz burası. İşte bir kəsərsiz. Bu kız ki bizə müəllimdən 10 aldı. Period. Çox sevirəm dedim şübhəli bizdən. Uşaqlar bəlkə də bufet bu qədər boş. Bufetimiz neymiş, korpusumuz bağlanır. Havadan yox, çox soğuk görünür. Lütfen sakin olur musun? Yeterince sıkıntımız var. Dikkatimizi sana veremeyiz. Və artıq universitetin son günüdür. Ancaq bufetimiz bu qədər boşdur. Orada dönər, burada bir dəfə dönər satdılar, sonra satmadılar. Satdılar, sonra satmadılar. Sarpadım bunu. Oturub ağlayacağım. Burada nələr yaşamışam, nələr yaşamışam. İnşallah kallok futbollarımız. Nuray IELTS-dən də 8-5 alacaq. Mən də 9 alacaq. Amma müəllim mənə dedi ki, imtahana yaxşı hazırlaş, pardon. Gözleyeyim hazırda. Yaddaşım da olur, biraz da. Deməli, güman ki, gələn semestr tədbirimizi görəcəyik. Ancaq bu nə hansı aralıqda olacaq, tezlikdə olacaq, biz bunu dəqiq bilmirik. Bəlkə xoş idi sizlə keçəcək yerdə keçmək. Yaxşı günlərimiz də olubdu, pis günlərimiz də olubdu. Xoşbəxt olduğumuz da olubdu, olmadığımız olubdu, davalar olubdu çoxlu. Davalar sıkıntı olmadı. Yəni davalar. Hə, yox məndə də, hə. Gəlsin. Çok süper. Ay Allah, çok qəşəngdi. Çok qəşəngdi. Alma bu tərcəməsini. Otağımızda son dəfə
oldu. Neyse. Belə. Sağ olun. Mən hədiyyələrimi istifadə eləmək kızım. Odam çox soğuk. Hardasan? Sen hansı sizin gelmişsin? Həcərdir məncə, 100% Həcərdir. Həcərə səs verirəm. Ben Vüsal sizin için gelmişim. Vüsal istili, Vüsal istili, yeniden ha? Vüsal stili. Son mafyasan sen. Bəli dostlar, artıq evə gedirəm. Halım budur. Donuram. Böyük ehtimalla vlogumun son günüdür. Amma indi evə gedib bacımla vision board hazırlayacağıq. Oradan da 1-2 səhnə çəkərəm. Amma sabah artıq universitetə getməyəcəm. Kameram o qədər pisdir ki. Nəysə, artıq universitetə getmirəm və artıq bitdi. İkinci semestr təbii ki gedəcəm universitetə, amma yəni artıq məncə bitib artıq universitet. Çox şey demək istəyərdim universitet haqqında, amma biraz sürələrimi tam toparlaya bilməyəcəm. Sadəcə 4 il olaraq sayacağım. 4 il həyatımdakı ən qəşəng 4 il idi. Və bu 4 ilimi gözəlləşdirən bütün qrup yoldaşlarımın və tanıdığım hər kəsə təşəkkür edirəm. Yaxşı ki, hamınızı tanımışam və hamınızı çox sevirəm. Bütün hamını öpürəm. Sağ olun dostlar. Videonu yəqin ki bitirməyəcəm. Yəni ona görə indi bitirmək kimi olur. Məncə qarşıki vlogu ilə yarışar bu vlog. Və bəlkə də daha maraqlı olacaq. Sağ olun dostlar. Vision boarddan da 1-2 səhnə qoyub artıq videonu bitirəcəm. Bay bay. Uşaqlar, deməli vision boardumuz üçün hazır. Bunlar bacımın da, bunlar mənimdir. Birazdan hazırlayacağıq, çəkəcəm.